Ve bizim burada mürciye ile haricilerin arasında bizim önemli bir yerimiz vardır. Farkımız vardır. Mürciyelerle haricilerin. Mürciyelerle haricilerin, teşvikçilerin arasında bizim farkımız nedir? Mürciyeler bütün farzları terk eləsə belə, tüm günahları eləsə belə, biriyle Müslüman olduğunu söylediği sürece, əməliyle onun ziddini, əksini elədiği sürece, o adam Müslümandır, inkar eləmədiği sürece. Yani Allah'ın haramına haram deyib, halalına halal deyib, farzına farz deyib, lakin ne farzını yerine getirse, ne vacibleri yerine getirse, ne haramlardan uzak dursa, ne günahlardan uzak dursa, tüm Allah'ın qadağa ettiği şeyleri eləyir, vacip ettiği şeyler terk edir, ama təsdiq edir ki, bəli bunlar vacibdir, təsdiq edir ki, bəli bunlar haramdır, günahdır, bu insan mümindir. Kamil bir mümin olmasa da aralarında ihtilaf var mürcələrin, en azı Müslümandır, belə ölərsə cənnətə girəcəkdir. İslərində bəzilərdə deyirlər ki, şirk eləsə belə bu adam cənnətə gedəcəkdir. Niyə görə? Çünki şirki etiqad eləməsi lazım ki, həqiqətən şirk qoşmaq caizdir, halaldır, olar və s. Yaxşı, bəs xaricilər necədir? Xaricilər deyirlər ki, sən farzlardan birini tərk eləsən, dindən çıxmısan. Böyük günahlardan birini işləsən, sen dindən çıxmısan. Yani sen yalan danışdırsa kafirsin. Bitti. Sen yalan danışdırsa İslamdan çıxdın. Sen oğurluq elədinsə İslamdan çıxdın. Sen zina elədinsə İslamdan çıxdın. Ha, bunlar böyük günahlardır. Ağır günahlardır. Yani bunların cezası çok büyüktür. Yani bunların akibəti çok tehlikelidir. Yani bunlar hafif olan bir meseleler değil. Bunların Allah Subhanahu yalan danışanlara cehennemi vəd edir. Vay olsun o yalan danışanların alnı. Yalan danışmaq münafiqlərin əlamətidir. Yani bunlar elə belə bir məsələlər deyil yani. Oğurluq eləyən İslamda əli kəsilir yani. Basit bir məsələ deyil yani bu. Sən oğurluq eləyən İslamda qoy gedim oğurlayım. Duxun çatı gedi ora. Hemen əlin kəsiləcək. Anlatabildim mi? Bunun için bakın. Xavaricilər deyir sən oğurluq eləsən əlin kəsildi. Sən hər hansı bir vacibi tərk elədinsə sen İslamdan çıxdın.